Qaranlıq bir zaman idi. İnsanlar haqq yoldan uzaqlaşır, qəlblər ağırlaşırdı. O anda səmadan iki mələk endirildi. Harut və Marut. Onların hekayəsi Qur'an-ı Kərimdə zikr olunur. Onlar Babil torpağında insanlara gizli bir elm öyrədirdi. Amma hər dəfə eyni xəbərdarlıqla biz sadəcə bir imtihanıq, küfür etmə. Bu elm təhlükəli idi. Qəlbləri dəyişən, ailələri ayıran, ruhu qaranlığa çəkən bir güc. Şiə təfsirlərinə görə onlar pisliyi yaymaq üçün yox, insanı sınağa çəkmək üçün göndərilmişdi. Zaman keçdi, insanlar seçim etdi. Bəziləri geri çəkildi, bəziləri isə qaranlığa doğru addım atdı. Və sonra sual yarandı. Bəs Harut və Marutun sonu nə oldu? Qur'an-ı Kərim bu barədə heç bir şey demir. Onların cəzalandırıldığını demir. Onların günah etdiyini demir. Şiə alimləri bildirir ki, onlar günah etmədi. Onlar sadəcə öz vəzifələrini yerinə yetirdi. Onların aqibəti bir cəza hekayəsi deyil, əksinə, bu itaətin və ilahi əmrə bağlılığın hekayəsidir. Bu hekayədə itirən onlar deyil, imtihandan keçə bilməyən insanlardır və o gündən bəri hər insanın daxilində bir Babil var. Hər gün bir seçim, ya nur, ya da zülümət. Sonda isə sual dəyişmir. Sən bu imtihandan keçəcəksən, yoxsa uduzacaqsan?